Uşağın özünün ağırlığı 10 kilodur, sumka da 10 kilo. Bir valideyn olaraq mən onun sumkasını aparmasam, uşaq özü apara bilmir. Valideyn nə əlavə nə vəsait qoya bilər ki? Bu çanta həddən artıq ağırdır. Mən özüm belə bunu tutmaqda çətinlik çəkirəm. Çantalar məzmundan əlavə evlərdən olan yüklə də ağırdır. Valideynin ora əlavə etdiyi yük bir qədər belə deyək, hansısa əlavə materiallar bu təbii ki, çantanı ağırlaşdırır. Bu yalnız nazirliyin səmimi olaraq, yəni günahı deyil və yaxud da ki, sualın cavabını nazirlikdə axtarmaq da doğru deyil. Çünki həmin çantanı yükləyən tərəf nazirlik deyil deyə düşünürəm. Sumkalar çox hədsiz dərəcədə yüklüdür. Bir valideyn olaraq mən onun sumkasını aparmasam, uşaq özü apara bilmir. Ən az dərs olan günü bu gündür. Sumka yenə də ağırdır. Dərsdəki yenə də uşaqların səviyyəsinə görə hədsiz dərəcədə dərslər ağırdır. 4-5-ci sinifdə oxuyur, ancaq 7-8-ci sinifin proqramlarını işləyirlər. Uşaqların proqramlarını valideynlər onlara kömək eləməsə, yəni bu proqramı işləmək mümkün deyil. Hələ ən az dərsliyində bu günlərimdir ki, dərsliyi var, görürsünüz sumkalarda. Ən az dərs olan günü bu gündür, yenə də ağırdır. Bu bizim Azərbaycan dili iş dəftərləri. Bu riyaziyyat fənnidir. Götür. Bu riyaziyyatın iş dəftəri. Bu riyaziyyat kitab. Əlavə olaraq qayda, riyaziyyatdan qayda. İngilis dili. İngilis dilindən əlavə olaraq qayda. İngilis dili kitabı. Dəftərləri. Bu qədər. Ən az dərslikləri olan gün bu gündür, yəni. Valideyn olaraq da biz əlavə heç bir şey yükləmirik. Əsas olaraq bir uşağa bu kitabı alırıq, məsəl üçün. İlin yarısından deyirlər ki, müəllimlər ki, bu kitab uca yaramır. Başqa kitab almaq lazımdır. Valideyn il ərzində neçə kitab almalıdır? Nə qədər kitab almaq olar? Əlavə dərsliklər, bu vəsaitlər indi yaramır. Keçirik başqa bir vəsaitlərə. Bu kitab var çantanda təqribən. Evdən əlavə nəsə qoyublar çantava? Yox, Sadəcə kitablarındır sənin. bəli. Aha. Baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 kitabın var çantanda. Əlavə nəsə var sənin çantanda? Yox, Ancaq məktəb vəsaitlərində. Aha. Baxaq elə. Bu çox ağırdır. Mən qaldıra bilmirəm bunu. Artıq bir şey qoymuruq biz, heç bir şey yerləşdirmirik həqiqətən də. Sırf kitablardır, dəftər, bir də penalda qələm qabısıdır. Başqa heç bir şey yoxdur. İstəyirsiniz açıb göstərə də bilərəm. Göstərə bilərsiniz bizə? Təbii ki, göstərə bilərəm. Təqribən neçə kilo olar? 2 dənə övladınız var. 2 övladım var. Aha. Yəni bu günləri bir balaca dərsləri yüngül idi deyə kitablar az idi. Yəni amma normalda tək riyaziyyatdan 4-cü sinif şagirdidir də. Tək riyaziyyatdan test kitabı ayrı. İş dəftəri ayrı, iş kitabı ayrı, adi yazı dəftəri ayrı. Vallahi həmişədən bir kitabımız olub, bir dəftərimiz olub da eyni fənn üzrə. İndi hal-hazırda yəni yoxdur. İstəyirsiniz açıb göstərə bilərəm. Göstərə bilərsiniz. Bu, baxın, buyurun. Bura valideyn artıq nə qoyub? Kitablar, dəftərləridir, bir də qələm Bu qabısı. neçənci sinif şagirdi? Bu 4-cü sinif şagirdidir. Bu da 1-ci sinif şagirdi. hə, daşıya bilir. Daşıya bilərsiniz. Olmuşu bir dənə sadəcə soyur. Bu heç bu oyuncaq, bu yüngül bir şeydir. Bu heç bir çəki verir. Bunu indi uşaq istəyib qoymuşuq. Həmişə olmur ki bu. Hər daim olmur, hər kimsəsi olmur. Dərs yükü ilə bağlı nə demək istəyirsiniz? Dərs yükü ilə bağlı. Valla belə deyim də, ali təhsilliyəm. Yəni istənilən formada da, yəni misallar, məsələlər həll eləyə bilirəm. Bəzən mən çətinlik çəkirəm. Uşaqların, yəni 4-cü sinif. Sizin yardımınız olmadan uşaqlar öhdəsindən gələ bilərlər. Çox yox. Yəni 70-75%. Hələ halbuki, yəni övladlarım ikisi də yaxşı oxuyurlar, hər ikisi də yaxşı oxuyurlar. Yəni onunla da belə, yəni çox vaxt əziyyət çəkirlər. Çantanın sən ağırdımı, daşıya bilirsənmi? Çantanda hansı kitablar var, əlavə vasitələr varmı? Yoxsa çantanın sadəcə kitablar mı ağır eləyir? Biraz öz fikirləri deyə bilərsiniz. Çantamda sadəcə kitablar var, amma yaxında vəsaitlər də alınacaq. Hələlik bugün 5 günlük, 5 dərsim var idi. Hələlik ağır deyil, amma bəzən olur ki, 6 dərsdən çıxırıq, çox ağır olur. Bu çanta həddən artıq ağırdır. Mən özüm belə bunu tutmaqda çətinlik çəkirəm. Sən bunu necə daşıyırsan hər gün?
Yox. Qaldıra bilmirəm. Gəl. Uşaqların məktəb çantalarının ağırlığı haqqında nə demək istəyirsiniz? Baxa bilərsiniz ağırlığına. Dəyişər. Siz daşıyırsınız da var. Məcbur, hə, belə. Çantanı hər gün daşımaqda çətinlik çəkirsənmi? Yəni bəzən çox dərs olanda olur, çətinlik çəkirəm. Ağır Elə olur bir- biraz. Ağır olur biraz. Bəli. Bəli, düzdür. Ağır ola bilər, amma oxumalıyıq da. Əlavə neçə vəsaitiniz var hər dərs, hər fəndən, iş dəftərləri? Hər fəndən deyək ki, 2 ilə, hə, 2 olar. 2. Mən də bu fikirlə razıyam. Məktəb çantaları çox ağır olur. Bunun səbəbi də bir fəndən bir neçə həm kitab, həm iş dəftəri, həm dəftər, əlavə test kitabları olmağı bu uşaqların təbii ki, sağlamlığı üçün də çox ziyandır. Onların yəni nə orqanizmi inkişaf eləyib ki, bellərində çox ağır olur, daşımaq çox çətin olur. Düzdür, biz özümüz götürürük uşaqların çantalarını. Biz əlavə uşaqlara su və nəsə qida qoya bilərik. Onun da yəni 400-500 qram ağırlığı olur. Valideyn nə əlavə nə vəsait qoya bilər ki, Çox ağırdır. 9 kilo, 10 kilo ağır. Uşağın özünün ağırlığı 10 kilodur, sumka da 10 kilo. Uşaq onu necə götürsün? Biz bilirik ki, uşaq ətdən, sümükdən ibarətdir. Onun onurğa sütunu nəyir axı? Bunun uşağın gələcəyi var. Uşaq gələcəyini fikirləşmək lazımdır. Bu ağırlığa sümük olmaz. Yaxşı olar ki, bu kitablar məktəbdə qalsın və yaxud da ki, sumkaya az kitab yığsınlar, uşağın ağırlığı nəzərə alsınlar. Uşağın özünün də o fiziki cəhətdən uşağı məhv edir bu sumka. Çantanı ağırlaşdıran sadəcə dərs vəsaitləri, yoxsa valideyn özü əlavə nələrsə yerləşdirir? Valideyn özü əlavə nə yerləşdirəcək ora? Lap uzağı bir dənə su butulkası olur vəssalam, bir də 2 dənə nə bilim şirniyyatdan zaddan. Onun nə ağırlığı var ki? Əsasən Göstərə bilərsiniz çantanı bizə. çantamız bu da, bu çantamız bu Bu da. neçənci sinif şagirdiniz? 3-cü sinif şagirdi. Aha. İçini aça bilərik, nə qədər vəsait var baxmağa. Uşağın baxayın görən nə var? Baba burada. Bunlar hamısı uşağın Göstərə bilərəm. Aha, nə qədər kitab var burada. Bu uşağın kitablarıdır. hamısı uşağın kitablarıdır bəli. Bax, olan cəmi bir dənə əlavə şey budur.